He dostlar, Lasın Önüm Mirişen Deresi'nden herkese selamlarım. Her vaktiniz hayır olsun derim. Bu il 2025-ci il sentyabr ayın 10'udur. Mən kəndimizdə çəkiliş edirəm. Bir çox evlərin videosunu çəkmişəm. İndi öz kəndimizin içində yenə də belə bir uçuq evin videosunu çəkəcəm. Burada bütün evlər uçuqdur. Salamat ev yoxdur. Ancaq indi yenə də nisbətən salamat olan evlər bir neçə yerdə var. Düzdür. Onların tavanı, döşəməsi, qapı pəncərəsi olmasa da divarı salamat olan bir neçə dənə ev var. İndi mən bax buradan göstərəm. Bu ev 59-cu evdir. Mən sizə buradan göstərim, sizə dəqiq görün. 59-cu ev. Bu evdə yaşayış olur. Belə mən indi bunu özüm güman edirəm. Yəni ki, erməni milləti bura gələndə, işğal eləyəndə onlar burada müvəqqəti məskunlaşsa da, ancaq burada elə bir deməli vəziyyət alınıbdır ki, bir evi tutub yaşayıblar həmin evdə. İkinci bir evi qara telif dağıdıb yandırıblar. Ancaq belə mən indi qabağa ikinci bir evi çəkirəm. Bura Əmrəliyev İlyas kişidir. Əmrəliyev İlyas özü də buradadır. Bu videonun iştirakçısıdır. Sağdır. Allah can sağlığı versin. O kadar yaşı çok değil. Bizim yaşlı neslimiz bu deməli didərgin dövründə bizim bir çox yaşlı neslimiz yəni həyatdan köçüb, dünyasını dəyişib. Cəmi kəndimizdən bir 3-4 nəfər yaşlı nəsildən adam qalıbdı. Ancaq İlyas kişi o kadar yaşı yoxdur. Yəni o indi burada ferma gətirib təsərrüfatla məşğuldur. Mən İlyas kişinin belə məhrəsindən sizi tanış edirəm. Evdən bir balaca sizə çəkiliş eləyəcəm. Bu evi erməni bəyəxlar dediyim kimi erməni vandanları bura gələn kimi bu evi dağıdıb töküblər, qara teliflər, sonra od vurub yandırıblar. Qapının pəncərənin, bax buradan yuxarıdan ikinci mərtəbəni sizə göstərəm, siz də baxın. Qapının pəncərənin başı tağ şəkildə çox gözəl üsulda keçmiş o dedim qiymətli daşla belə işlənilib hazırlanıb. Tam yonma olmasa da ancaq yonma daşlandı. Belə tağlar öz yerində durur. Onlar belə dəyərli, düzgün formada qiymətli daşlan olduğu üçün onu alov hər vaxt yandırıb belə tökə bilmir. Ancaq belə birinci mərtəbədən girəndə sol tərəfdən belə birinci mərtəbəsindən sizə çəkib göstərirəm. Siz baxın ki, bax evin aşağıdan küş daşların çıxardıblar ki, bu evi uçursunlar, dağıtsınlar. Ancaq yəni alınmıyor. Ola bilsin ki, belə vaxtları çatmıyor. Yəni buradan çıxan vaxtları. Sonra deməli evin içindən sizə bax göstərirəm, sizə dəqiq baxın. Evin milləri, mil yerləri. Bax belə yandığından evin orada milləri yeri qalıbdır, yanıq yerləri. Amma da belə ev tamam uçurulub alovun hərarətindən evin malası, boya işləri tamam tökülüb. Evin də içindən ağaçlar bitib, belə gördüyünüz kimi. Sonra evin ön hissəsinə keçirəm. Buradan da sizə yenə də çəkiliş eləyim. Ancaq evin qabaq hissəsindən belə pilləkən olubdur. Həmin pilləkən dəmirlə olduğu üçün onu söküb aparıblar. Evin yenə də buradan birinci mərtəbəsinin palvarını sizə çəkirəm. Bax belə qoz ağacın baxırsınız ki, üstündə də var. Maşallah olsun deyərəm. Yəni bu evə maşallah olsun demək olmaz. Dağılıq tökülüb, ancaq ağacın bitməsinə deyirəm. Yəni ki, üstündə də var. Evin boya işləri yerə burada da görüşür. Ancaq qapının pəncərənin başı alovun istiliyindən deməli dağılıb tökülür. Sonra evin pilləkəni olmasa da evin qabaq hissəsindən də sizə yenə də az da olsa məlumat verim. Bu da evin plaşatkasıdır. Böyük plaşatkası olubdur. Bax belə. Deməli üst ev buradan bax belə görüşür. Mən də orada çıxa bilmirəm artıq. Bu yanda da bir dənə yəqin ki bura bir dənə zal olub. Yəni bir belə təxminən fikirləşiblər ki, yəni məclis yeri zal. Sonra bu tərəfdən də bu nə oldu? Tövlədir. Tövlədir. Tövləni də burada bax belə bu cür dağıdıblar. Yəni üst baş hamısı gedib. Bir dənə quru divarı qalıbdır. Qapı pəncərənin də yeri belə dağılıb tökülür. İndi keçək sizə bir balaca o tərəfə. Gəlin bəri. Ben evləri
çəkirəm, video alıram. Deməli, erməni vandalları bizə vurduğu ziyanı, yəni çəkib göstərirəm. Evlərin belə uçmuş vəziyyətin, dağılmış, virən qalmış vəziyyətini çəkib göstərirəm. Ona görə ki, salamat ev, yaxşı vəziyyətdə olan ev yoxdur. Yəni heç bir yerdə yoxdur. Tək bizim kənddə yox, qonşu kəndlərdə də baxmışam. Dünən bizim yaxın, o qədər də yaxın deyil, təxminən 10 kilometr olar buradan. Sadırlar kəndində olmuşam. Sadırlar kəndində də bir-iki dənə video çəkmişəm. O kəndə də tamamilə viran qoyublar, yandırıblar. Yenə də bizim kənddə bir neçə dənə evin yanıq olmayan vəziyyəti görüşür. Ancaq o kəndi tamamilə yandırıblar. Darmadağın dağıdıb, həm də Ermənistan tərəfə yaxın olduğu üçün bütün hər şeyi qarat eləyib aparıblar. İndi bizim bu Əmrəliyev Elyas kişi özü buradadır. Mən bu evin öz yiyəsinə, öz əli ilə, öz əl qabarı ilə bu evi zəhməti ilə tikibdir. Yəni özü bilir də burada nə qədər işləyibdir. Bu evin tikilişindən yox, gələcək məsələn bizim bura gəlişimizlə böyük Qarabağa böyük qayıdış, Laçına böyük qayıdış, Kəlbəcərə böyük qayıdış, belə bir dənə deməli iş var ki, cəmaatımızın bura qayıtmağı. Yəni onu mən nəzərdə tutmaq istəyirəm. Əgər bu qayıdışla bu evlərin tikilişini necə istəyərdin, Elyas kişi, biraz da ondan sən özün deyərdin. Yəni bizim evlərimizi bərpa olunsa yaxşıdır, yoxsa dövlət isə yaxşıdır? Bu barədə biraz öz fikrinizi. Bizim evlərin tikilməsinə mən belə başa düşürəm ki, özümüz tiksə yaxşıdır. Bərpa olunur, özümüz bərpa edilir. Yeni evlər tikilənə tərmij olur, nə nasıl olur, geniş ola bilmirəm. Amma bunu böyləsində möhkəmdir, 20-də möhkəmdir, daşı qərarı 60 santim, yerində divar var, möhkəmdir. Ben onu istəyirəm ki, evimiz bərpa olsun. Özümüz bərpa, özümüz də eləyə bilərik, əlimizdən gəlir. Amma da dövlət icazə versə, özümüz öz evimizi bərpa edirik. Yəni ustamız, fəhləmiz hamısı var. Hamısı var, ha. Siz bir dənə yaxşı şey vururlarınız ki, 60 santim. Bizim indiki tikirlər Bakı deməli şəraitində də, Bakı tərəfdə də, Qarabağ zonasında da, yəni başqa yerdə də görmüşəm ki, divarlar 40 sant olur. Ancaq bizim tikirlər, Kəlbəcər tikirləri, bizim Laçın tikirləri, evləri 60 sant olur. Bu 60 sant o deməkdir ki, yəni bizim yerimiz soyuq olduğuna görə, İqlim bu da çox soyuq olduğuna görə 60 santı divarda, yəni istilik, soyuqluq biraz nisbətən 40 santıya görə yaxşı olur. Yəni dövlət tikəni heç 60 santı birincisi olmayacaq. İkincisi də ki, yəni bizə o kəndi kənd formasında göstərməyəcək, formada saxlamayacaq. Kənddən kənd iyi gəlməlidir, kəndin kənd forması var. Mən bunu belə bilirəm. Kəndin hər tərəfində, məsələn, indi belə mən biraz müdaxilə edirəm sizin fikrinizə, ancaq indi belə götürək də. Sizin eviniz bu üzədir, üzü Gündoğana tərəfdir, eləmi? Ancaq məsələn mən biraz əvvəl çəkmişəm Əmirov Etibarın evi, sonra Nəsirov Vəlişin evi, sonra bir neçə dənə evlər oradan var, üzü güneyə tərəfdir. Onların forması başqadır. Yəni onlar nətər yeri seçir, hər yerin özünə münasib evin forması var. O formada onun başqa bir imkanı yoxdur. Ona görə də üzü güneyə tərəfdir. Ancaq bu üzü Gündoğana tərəfdir. Bax deməli kəndin forması, kənddən kənd iyi gəlməyi bax oradan görüşür. Yəni kəndi kənd kimi görürsən. Yəni şəhər tipli yox. Biz də kənd adamı olduğu üçün biz kənd forması istəyirik. Mən də bu fikirdəyəm. Artıq sözünüz yoxdur? Yox, sözüm var ki, biliyorsun bak, siz deyirsiniz, hükümet, dövlət tikir, dövlət tərəfindən tikilər. Dövlət tərəfindən tikilən tikir, belə bax, uçururlar. Bir dənə daşın çıxarsan, hamısı sökəcək. Amma belə neçə aldı uçururlar, üstə durubdur. Altı yoxdur, amma demək, elə durur. Ev tamamilə, evin baş tərəfi, bir dənə pəncərələrin başı, bir balaca görürsən ki, o istiyə görə tökülübdür. Ancaq belə qaldısa evin yuxarısından bir 20 santı, 40 santı bir dənə beton getsə, onunla da ev tamamilə düzəlir. İndi mən elə evdən bu qədər, Əmrəliyev Elyas kişinin evindən bu qədər, ancaq mən yenə də bağı mən çəkmək istəyirəm. Biraz bağa da keçim, bağdan bir balaca sizə məlumat verim. Mən bütün mərhələlərə girəm, bütün evin həm evdən, həm də bağdan çəkiliş edirəm. Yəni evlərin
dağılmağı bir yana, erməni vandalları bizim bu yerlərə gələndə onlar məqsədli şəkildə gəliblər. Evlərimizi dağıdıblar, viran qoyublar. Millətimizdən qırılan qırılıb, şəhid olan şəhid olub. Yəni bunlar itkinlərimiz var, çoxdur. Ancaq onlar təbiətə də qənim kəsiliblər. Deməli ağaclarımızı da doğrayıblar. İndi bu məhəllədən bax belə girəcəkdə bir dənə belə armud ağacıdır. Elə ki bu bağ armududur yoxsa hansı sortdur? Yox, bağ armudu. Bağ armudu. Məhəlləmizdə bizim deməli bağlarımızda ən əsası bağ armududur. Mən də elə bilirəm. Bağ armudu bizim kəndin ən dadlı meyvə ağaclarından biridir. Ancaq bu sonradan bu son illər bitibdir. Burada yəqin özündən bitmədi, bu ayrı. Sonra bir dənə qoz ağacı da burada cavandı deyim, ona görə də bunu kəsməyiblər. Sonra o ağac nə ağacı? Hə, armadır, arma ağacı. Arma ağacı belə susuzluqdan da belə quruyub, 3 dənədir yanbayan, onlar da məhv olub. Sonra gilənar ağacıdır. Hə, burada mən təxminən bilirəm ki, ağac yeridir, ancaq kəsilib doğranıbdır, yoxdur. Sonra buradan Sözünü çatırmışsın. Allah atana rəhmət eləsin. Allah ona da rəhmət Sizin eləsin. mahallara armud vardı. Hə, Beş armud belə. bildim, hə, biraz iri haldı, hə. Hə. Atan Yadındadır o. deməli Fazıl getmiş sizin mala iynə vurmağa. Baytar da Fazıl. Getmiş sizin mala iynə vurmağa. Rəhmətli atan bir dənə o baxın həmin armudun şüyün vermişdi. Getmiş baxmışdı bura. Bax onu küçüklər hamısı bax o armud sana mənə. Hə, maşallah olsun. Hə, Allah hamısı ondan əmək. Allah sizin də ölənənizə rəhmət eləsin. Mən indi bu ağacı çəkeyim. İndi inşallah mən bu ağacın deməli davamı olaraq bu ağacdan götürərik, əkərik. Bu ağac onda əgər həmin ağacdandırsa, mən bir dənə şeyi xatırladım ki, Allah cəmi ölənlərimizə rəhmət eləsin. Allah mənim də atama deyirəm ki, öz dilimdən də olsa, yəni deyirəm ki, Allah rəhmət eləsin. Kişi, rəhmətli kişi zamanda, vaxtında yaxşı calaq vururdu, yaxşı bağ salmışdı. İndi mən heç öz evimizdə o qədər çəkib YouTube'da paylaşmamışam. Paylaşmışam, ancaq əsas mənim geniş şəkildə videom yoxdur. Ancaq belə, bax bu ağac vaxtında yadımdadır ki, o vaxtları atam gətirib, dədəm gətirib əkmişdi, 14 ilə bar vermişdi. Bu ağac çox gec bar verir, 14 ilə. İndi belə bir şeylə mən deyim ki, xatırladım ki, bax kəsilən ağaçlar, doğranan ağaçlar, məhv olan ağaçlar, quruyan ağaçlar geri qayıtmır. Yəni ki, bir insanın ömrü qədərdir. Nə ağac da belədir ki, balaca körpə uşaq kimi gərək onu bəsləyəsən, əzizləyəsən, ağac əmələ gələ. Ancaq bizim bu yerlərimizi belə söz gəzir ki, kürsülər dağıtsınlar, təzədən yeni, yəni şəhərcik kimi salsınlar, kənd yox şəhərcik kimi salsınlar, bizim ağaçlarımız məhv olsun. Yenə bax bu ağac varsa burada, bizim ümidimiz, gözümüz bu ağaçlardadır ki, bax bir də olan bu meşə ağacı olsa da ancaq bu yaşıldır. Bu yaşıllığı məhv eləmək olmaz. Bizim ulu öndərimiz o vaxtdan belə bir dənə sözü kəlamı olubdur ki, ağacı kəsmək insanın qolun kəsmək deməkdir. Yəni məhv eləmək olmaz. Bu ağaçları məhv eləmək olmaz. Ağaçdan nə varsa elə də qalmalıdır. İndi ağaçlardan deyirsiniz hamısı ondandır. Sağlıq olsun bundan 2 dənəsində mən götürəcəm. Anasını kəsirlər, evvəli kəsirlər. Hə. Onun kökündən əmələ gələndə. Yerindən pöhrə verib çıxır. Açar, yerine böyle ver. Böyle görsen bak, onda var. Böyle şu denetmen şu var, üstünde de var, armut. Hə, indi ondan da bir də var. Bax bu armudlar hamısı bizim məhəllənin deməli ən cir armudu olub, ancaq ki cir kimi yox, calaq kimi. Çox dadlı bir ağac idi, çox dadlı bir meyvə idi. Bütün cəmaət gəlirdi, hər kəs ondan belə şiv aparırdı. Yanında çıxan bax belə şivləri olurdu. Hə, belə yenə də bu cavan qoz ağacıdır, buna əl dəyməyib. Bunlar vəhşi ağaclardılar. Hə. Hə, heç onu mən görmədim axı. Bax, həm kəsirlər, həm də yandırırlar. Ağacı bax belə məhv edirlər. Sonra ikinci bir qoz ağacı sizə göstərim, bax. Bax. Belə, təxminən diametri 50 sant olar. Bax, bunu da belə buradan kəsirlər. Sonra aşağıdan yenə də qoz ağacı. Bax, üçüncü bir qoz ağacıdır. Buradan kəsirlər. Sonra buradan da yenə qoz ağacı. Bütün məhəllənin qoz ağaclarını kəsirlər. Yəni harda qiymətli, dəyərli ağaclar varsa onları məhv edirlər.
bizim bağlarımıza bax belə qənim kəsiblər. Həm də evlərimizi dağıdıb uçurduqlar. İndi məhəllədən elə qalan o qədər də çox şey yoxdur. Mən elə çıxım bir balaca məhəllənin də ön hissəsindən videonu tamamlayaq. Olarmı? Bax buralar da bağ yeridir, ancaq ki meyvə ağaçları, kötüləri çürdüyündən yəni yerdə heç nə qalmayıb, görsənmir. Həm də əkin yeridir. Ağaçların içindən əkin yerimiz, kartof yerimizdir, sahəmiz. Bizim cəmaatımız dediyim kimi hər videoda onu təkrar edirəm. Bağla, bostanla, təsərrüfatla məşğul olmuşuq, heyvandarlıqla məşğul olmuşuq. Bağdan əkib, becəri, bax belə öz alış-verişimizi bağın məhsulunu eləmişik. Bir də ağac bax burada belə yıxılıb. Bu da alma ağacıdır. Siz baxın görün ki gövdəsi nə qədər yoğun, böyük alma ağacıdır. Bu alma ağacının meyvəsi üstündə təxminən belə götürürəm ki 300 kilo, 400 kilo meyvəsi olarmış. Həmin meyvənin deməli bir ağacın meyvəsi fikir verin görün nə qədər bizim xərcimizi, təminatımızı ödəmiş olur. İndi həmin əsas bağımızın ağaçları yoxdur, yəni məhv olunub. Əmrəliyev Eylət kişinin də məhəlləsindən bu qədər. Xəttə qalın, inşallah videonun davamı gələcək. Videonu izlədiyiniz üçün hər bir kəsə təşəkkür edirəm. Sağ olun, var olun. Sen de sağ olun. Allah canını sağ olasın. Ömrümüzün öyle. Sağ olun.